Ha, o kişiden çok kişi var, kurban olun. Kişiden çok kişi var, kurban olun. Şirkətdə 4 Ben kişi nəfərliydi, kıtlığı- qardaşım 4 nəfərliydi, qoşacam indi sən. 4 Ne? nəfərliydi. Yok o kişi kıtlığıdır, Beşinci kurban adam sana. kıtlığı, ancak Burak, kıtlığı. Aygün, Burak. Bağlılıktan da çık, o depresiyadan da çık bana. Bayaq onun üçün bir nəfər çıxmışdı. 4 nəfərliydi, qoşacam sən bunun üçün. Qulaq as. Ay, Bu gün bir minut değil. Damla, indi Yeganə Birisi- xanım da burdadır. Bu gün Ha. Damla, bu gün sən də burdasan. Yeganə xanım da burada arkada olan insanlar da var. Nə qədər insanlar var. Biz düşmən Bu deyilik. günlərin insanlar Deyilik, düşmən kimi başa üstünə düşürlər. Başa düşdün bəziləri. Bu gün Düzgün istəsən səni də değil. yazırlar, mənə də Kadındır, yazırlar. kadın. Ozan kardeş, kadın zayıf bir şeydir. Aygünün Bir de bir şey değil mi? düşən yoxdur. Aygünə Ay. sadəcə deyilir ki, Burak ilə Aslan ailə qurub, o yeni ailə qurub da, yeni ailə qurub. Niyə lazımdır onun evində söz-söhbət düşsün? Ay Ozan kardeş, ay Yegana Hanım, ay Günük Hanım, bilsen niye? Ay Yegana Hanım, bilsen niye? Kadın zayıftır. Çevir bunu. Kadın kişi tez kopur gedir, tapır, bağlanır. Ama kadın öz ərine bağlanır. Bağlılık da pis bir şeydir. Başa düşürsünüz? Aa, O tamam, elə bir de tamam. narkotik kimi bir şeydir o. Bəli. Onu tamam. kanamıram ben. Sənə qurban, niyə buraxdın o Aslanı əlindən? Hə də Burak da səhv eləyib. O yatanda da duranda da aslanı Baxırdı, düşünür. ona yaxşı baxırdı, ona görə anasını atırdı, ona görə bacısını atırdı. Mən elə kişini buraxaram, hə? Estağfurullah. Yeganə xanım, bu Mən heç insan, bu razı da insan- olmaram. Ay, Yeganə xanım. Birincisi, Bir dənə məsələ- birincisi, Ozan bəy üzr istəyirəm. Birincisi, mən yoldaşım əgər anasını atsa, mən ona nifrət eləyərəm. Deyərəm sən onu atırsansa, sabah mənə də atarsan. Əlbəttə. Bax, Yəni- bağlılıq, ay millət, Bəli. bəziləri qınayır. Bəli. Bax qadındır. Valla 100 dəfə də ərə getsən, 1000 dəfə də ay gün bir dənə də bunu sənə Buraxmazsın da, buraxmazsın da, Sən ay çalış kızım çalış, benim. səksli evlənmə. Kəbinli evlən. Bundan Kişi sonra indi kişilər bilsən nədir? Kişi üçün təkcə qız tapılmasın. Qız deyə dolu deyə küçələr yalvarırlar. İnvalid olsun. Nə Yox, olsun? qulaq as. O yalvaran qızlar var, küçədə qalmış qızlar da. Normal ailə tərbiyəsi. Yox, yox, xanım, Yaxşılar ay var. xanım. Azdan çoxdan var. Ya qulaq, Yeganə xanım, bir dəqiqə səbir. Bir dəqiqə normal ailədə olan, ailəsinin içində olan insanlar evində oturur, öz elçisini göndərir, gəlir, Mən sənə bir tərbiyəli dənə insan. sual verim. Yolda Ozan yolda qalan bəy, qızlardır ki, qaçır kişinin yanına. Mən indi sənə belə qulaq deyim. as. Mən bir dənə sual verim sənə. O Aslana qoşulan qız küçə qızıdır, qoşulub ona. Ay, Yəni mən o Aslan tərəfdən bu danışmıram. dərəcədə axmaq oldu ki, ya Aygün kimi xanımı təmizkar, evə baxan, Aslana baxan, atdı, getdi küçə qızını aldı, arvad elədi. Yeganə xanım, Həyatı bax bu olmaz. biz Yeganə xanım, biz ümumiyyətlə danışanda Mən bir razı tərəfli deyiləm. danışmırıq. Qulaq as, Yeganə xanım, biz danışanda bir tərəfli danışmırıq. Yəni qarşı tərəfdə o heç qoyaq bir kənara özü Bəli. burada yoxdur, ona görə də Bəli. danışa bilmər onu dalayacam. Bu bir. Yox, mən danışım, danışmıram. Mən bu gün yox, mənim öz fikrimdə Dinə yox, mənim danışmıram, öz- yaxşılığına danışıram. Hə, Aygün də mənim- yaxşılığına danışıram. Ya mənim bugünkü gündə mənim fikrimdə budur ki, məsəl üçün ola bilər istəyər qoşular qaçar başqa şeydir. Ancaq normal düşüncəli insan evində oturmalıdır. Evinə gələcək, elçi gələcək, veriləcək. Bu günlərim bax, yenə bizim ən zəif nöqtəmiz nədir ki, insanlar tutaq ki, da bu gün bir insanı istəyir, sevir, qaçır, qoşulur, qaçır, çıxır, gedir, düzdürmü? Yaxşı olanda heç ailəsi qalır. O ki, söz-söhbət olanda evində deyir, sən qoşuldun, qaçdın, özün getdin. Sabah kişi deyə bilsən nə deyir? Deyirsən özün gəldin, mən səni gətirmədim ki. Sən özün qaça-qaça gəldin mənim yanıma. Orası elədir. Düzdür? Ay, Ozan qardaş. As Diyanın, ortalığı qarışdırmayın Diyanın. As, Mən mənə sizə şu bu Aygünə nədir? deyirəm. Ay qızım, bu nədir? Mərd tutsun. Mərd. Gedib özün buraxmısan. O yazıq yetim səni buraxmayıb. O yazıq buraxmayıb səni. Sən buraxmısan. Ha qoy getsin də bir 2 ay burax da onu. Sən elə o gedəndən oturmusan, ağlayırsan. Ağlayan idin, niyə buraxdın bu yazığı? Yeganə Niyə xanım. buraxdın? Bax, siz də xanımsınız. Burada nə qədər xanımlar var. Damla da xanımdır, Aygün də xanımdır. Qadınların bir dənə zəif nöqtəsi bilsən nədir? Bugünkü gündə Mən heç kimə, Ozan müəllim, bilirsiniz necədir? Bax, canlıdan çıxıram, heç kimə ixtiyar verilmirəm ki, Aslanın yolda, təzə yoldaşına kimsə nəsə desin.
ixtiyarlar da çatmaz. Nə qədər mən ki var. Sən qulağa heç kəs danışmır. Mümkündür. Bax sən bax bu zəif Kim nöqtən də budur. nəsə deyəcək, yaxda. O mən alçaq olum, mən axırıncı adam olum. Eybi Yo, yoxdur. estağfurullah. Yaxşı, Estağfurullah. nəysə, Qulaq as. nəysə. Mənim haqqımdan sonra, bundan sonra danışanı ölü diri qoymayacağam. Mən pis Hə. adamam da, yaxşı Allah qardaş, mən pis aşkına, adamam. heç kim- Yaxşı, mən heç heç- kim Sən haqqında haqqında danışa bilməz. Kim Yeganə olur xanım olsun. sən püsvə danışmadın. Kim olur Hayır. olsun. Kim olur Hayır. olsun. Vəzifəsindən asılı Qulaq olmuyor. as mənə. Çox olsun. Sən püsvə Yaxşı, Ozan müəllim, mən sizə hörmətim var. Kimlə Yoxsa. danışırsınız, danışın. Qurtardı getdi. Mən alçaq olum, mən cındır olum, mən şərəfsiz olum, eybi yoxdur. Yo, yo, Bugün yo. Yeganə xanım sən o mənə də demədi. Aygül sən Görürsən yeganə Ozan bəy, bu insan başa düşmür. Ona görə də ailəsində bunun söz-söhbət yaranıb həmişə. Çünki bunun anlayışı yoxdur ailədən. Ailədən bunun anlayışı yoxdur bu uşağın. Bugün Yoxdur bu siz uşağın. siz bugün onun haqqında pis danışmadınız. Prosta o Ay, 10 bir o dənə pis başa Aygülün bir düşmür. xəssiyyəti var da uşaqlar. Mən yenə deyirəm özü də burada da eşidir. 10 bir dənə xəssiyyəti pisi var ki, ürəyi təmizə hər şeyə inanır gedir. Bax Ay. mən bunu demək istəyirəm. Ozan bəy, bir də mən sizə söz deyim. Bax, sizdən uzaq olsun. Əstəğfurullah, əstəğfurullah, min kərəm əstəğfurullah. Ozan bəy, elə bil ki, Aslanın yerində sənsən. Mən salım onun yerinə. Xahiş Yo, edirəm. məsəl üçün deyirəm, məsəl üçün. Səni nədir, yoldaşından ayrılmısan. xahiş edirəm. Hə? Yaxşı, Ay səni xanım, ay xanım, salmıram. mən Mənim salmıram. yoldaşım. Mənim Hə, yoldaşım. öz yol mən Tamam. salım onu. Mənim yoldaşım. Məndən ayrıldı, getdi birini aldı, getdi oturdu. Mən həyatı boyu onun nömrəsini yığmaram. Heç küçədə mən rast gəlsəm, uşağıma görə mən ona salam verərəm. Amma mən onun özünə görə salam vermərəm. Bugünkü gündə Yeganə xanım nəysə o söhbətdən danışmaya özü də gördün dedi, Yox, siz belə mən onu dediniz başa başqa saldım. Yəni mən onu başa saldım ki, Aslanı çağırma da, Aslanla uzaq ol da. Çox, o haqda Oturursan özü da qəbul anasının eləmir. yanında, Allah köməyin istəmir. olsun. Anası da Yeganə səni xanım, çox bu gün istəyir, özü istəmir də. çağırma. Başa düşmədim. Bax özü də çəkməyin, xahiş edirəm. O öz tərəfini saxlasın. Ay Ozan bəy, Yaxşı. mən onun pisliyinə danışmadım. Vallahi Allahman da olsun, mən onun pisliyinə danışmadım. O mənə pis başa düşdü, canı sağ olsun. Hə, bayaq heç bir şey. orada deyir ki, canlıdakı, hə, yeganə xanımı atın şeyə, at da, mən yeganə xanımı Yo, o gəlir. Onunla biz Mən Bekonya sənə çox salamımız var. istəyib, sənə mən başa saldım ki, yəni ay gün, olmaz qızım, olmaz, eləmə. O da təzə ailə qurub. Niyə onun evində sabahları təzədən söz-söhbət olsun? Təzədən oradan çıxsın, bura getsin, buradan çıxsın, ora getsin. Salam, Yazıq salam. da axı, qoyun yaşasın da. Yeganə xanım, səndən xahiş edirəm. Zəhmət olmasa bağlayaq, qoy söhbət bağlansın. Qoy özü də deyir ki, özü həll eləyəcək, çıxıb gedəcək. Bugünkü gündə deyir özü yıxılan özü ağlamaz. İndi özü Ay, öz problemini öz həll Allah eləyir. sənə ömür versin. Ay, mənim deməyim odur da Ozan bəy. Yəni sən atmısan Aslanı. Aslan səni atmayıb ki. İndi daha nə düşmüsən? Aslanı sat eləyərəm. Aslana heç kim söz demək Növbəti olmaz. bağlayaq. Özünüz nə tərsiniz? Yaxşısınız? Hər şey qaydasındadır mı? Əlhəmdülillah. Yaxşı olur, yaxşı O olur. həyatda